İzahlı test 20-ci hissə 5-ci sinif ingilis dili. Mətni oxuyun və suallara cavab verin. Mən mətni oxuyub tərcümə edirəm, sualların cavabını isə şərtlərdə, kommentlərdə siz yazarsınız. The kitchen is a part of a house where people cook their food and wash dishes. Mətbəx evin bir hissəsidir ki, orada insanlar öz yeməklərini bişirirlər və qablarını yuyurlar. People often use the kitchen as a dining room when there are no guests. İnsanlar mətbəxi yemək otağı kimi istifadə edirlər, haçan ki qonaq olmayanda. In England, İngiltərədə, the kitchen is usually on the ground floor. İngiltərədə mətbəx birinci mərtəbədə olur. At the back of the house, evin arxasında. And the back door opens out of it into the garden. Onun arxa qapısı bağa açılır. Cooking and washing up takes much time. Yemək bişirmək və qab-qacaq yumaq çox vaxt aparır. But if the members of the family help the mother of the family in the kitchen, əgər ailənin üzvləri ailənin anasına mətbəxdə kömək etsələr, keeping house is not so difficult. Evi təmiz saxlamaq çox da çətin olmur. Children can help her in different ways. Uşaqlar ona müxtəlif yollarla kömək edirlər. They can wash the dishes and cook simple meals. Onlar qabları yuyurlar və sadə yeməklər bişirirlər. And that's a great help to the mother. Və bu anaya böyük köməkdir. Birinci test choose the correct sentence. Düzgün cümləni seçin. İkinci, the underlined word they refers to. Altından xətt çəkilmiş they sözü nəyi bildirir? Üçüncü sual, which word in the passage has the meaning to prepare food? Hansı söz mətndə yemək hazırlamaq mənasını verir? 4. The passage is mainly about. Mətn əsasən haqqındadır. Nəyin haqqındadır onu tapmaq lazımdır. Şərhlərdə, kommentlərdə bu sualların cavablarını yazarsınız. Videonu bəyənib və kanala abunə olmağı unutmayın.